Salam, əziz televiziya tamaşaçıları, xoş gördük, hörmətli radio dinləyiciləri. Musiqi xəzinəsinin növbəti verilişində görüşürük. Verilişimiz canlı yayımdadır. Radio dinləyiciləri bizi 105 FM dalğalarında dinləyə bilərlər. Eləcə də verilişimizin əlaqə telefonunu yada salıram. 510 86 32. Bu telefona zəng edərək bizim dinləyicilər, tamaşaçılar bizimlə əlaqə saxlaya bilərlər. Verilişimizin çox hörmətli qonaqları vardır. Onları sizə təqdim edirəm. Sənətşünaslıq doktoru Rafiq İmrani. Xoş gəlmişsiniz Rafiq müəllim. Əməkdar artist, tanınmış tarixən Mədəniyyət və İncəsənət Universitetinin dekanı Vamik Məmmədəliyev. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür. Əziz dinləyicilər, əziz tamaşaçılar, bugünkü verilişimiz Azərbaycan SSR-nin xalq artisti, unudulmaz tarixən görkəmli ifaçı, sənətdə öz səsi, öz üslubu olan Bəhram Mansurov haqqında olacaqdır. Verilişimizə başlamazdan öncə bu ulu ustadın səsini, ifasını eşidək, sonra söhbətimizə davam edəcəyik. Bizim ev musiqi ocağı hesab olunurdu Bakıda. Babamdan, atam, əmim. Necə olmuş olsa bu çalgılar, biz gecə gündüz evdə qulağımız alırdı bu çalgıları. Mən atam evdə olmayanda getirdim, tarı çalırdım. Gəlirdi, acıqlanırdı, mən kim deyib bu tara?
Bəhram Mansurov 1911-ci ildə 11 fevralda Bakıda görkəmli ziyalı və musiqi xadimi Məşədə Süleyman Mansurovun ailəsində dünyaya göz açmışdı. Bəhram Mansurovun babası Məşədi Məlik də Bakının tanınmış şəxsiyyətlərindən idi. Onu tanıdan, onu şöhrətləndirən cəhətlərdən biri də o idi ki, o Bakıda böyük bir musiqi məclisinə başçılıq edirdi. Rafi müəllim, elə bu məqamda istəyərdim sizə üz tutum, çünki siz Mansurovlar ailəsini və Bəhram Mansurovun həm həyatını, həm də yaradıcılığını araşdıran, bir elm kitab halında ərsəyə getirən bir alimsiniz və istərdik ki, Bəhram Mansurovu yetişdirən mühit haqqında, onun ailəsi haqqında, onların əhatə edən musiqilər haqqında bir neçə kəlmə söz deyəsiniz. Sərdar müəllim, bilirsiniz, bu çox qədim ənənəyə malik bir ailədir, Mansurovlar nəsli. 80-cı illərdə mən onların ailəsi haqda deməli tədqiqat işinə başlayarkən biz bunların ailəsinin 19-cu əsrin əvvəllərinə gedib çıxdığını, yəni musiqi məclislərinin şahidi olduq, arxiv sənədlərini gördük. Amma sevindirici haldır ki, son zamanlar Bəhram müəllimin 100 illiyi ilə bağlı deməli tədbirlərin hazırlıq dövründə 3 kitabın bir yerdə Bəhram Mansurova həsr olunmuş bir kitab nəşr olundu, hazırdır. Orada isə Bəhram Mansurov nəslinin nümayəndələrinin 17-ci əsrdən bizim dövrümüzə qədər gəldiyi artıq arxiv sənədlərinin dili ilə təsdiq olunur. Bəli. Bakıda deməli muğam ənənələrinin kökü artıq biz çəkinmədən deyə bilərik ki, 17-ci əsrdən başlayır, yəni musiqi məclisləri. Əlbəttə, bunlara görə bu sənədlərin ortaya çıxarılmasında Tarzənin oğlu, deməli, bəstəkar, əməkdar inci sənət xadimi Eldar Mansurovun xidməti çoxdur. Çünki o uzun illərdir ki, öz şəcərəsini üzərində işləyir və bunu artıq son zamanlar hazırladı, ortaya çıxartdı. Mən burada siz dediyiniz kimi, əgər Mansurovlar nəslin biz musiqi məclislərinə diqqət yetirsək, əvvəl biz onu Ağa Salahın deməli adı ilə bağlayırdıq. Ağa Salah da 19-cu əsrin birinci yarısına təsadüf eləyir. Sonra isə onun deməli ən yaxın qohumu deməli Bəhram müəllimin babası Məşədi Məlik Mansurovdur. Bilirsiniz, bunlar peşəcə musiqiçi olmayıblar. Amma musiqiyə çox bağlı insanlar olduqları üçün bunlar o dövrün ziyalıları, zadəgan nəslinə mənsub bir ailə olub və bunlar ilk növbədə Azərbaycan mədəniyyətində muğam sənətinin inkişafına xüsusi olaraq diqqət yetirmişdilər. Bu da nədən irəli gəlir? İlk növbədə muğam sənətinin o ecazkar, süngər gözəlliyinə vurğun idilər. Digər tərəfdən də bilirsiniz ki, muğam sənəti qəzəl üstündə həmişə oxunub və buna görə də onlar bir ziyalı kimi qəzəlin vurğunları idilər. Ona görə də Ağa Salah da vaxtı ilə şeirlər də yazırdı və o cümlədən də Məşədi Məlik öz məclislərinə musiqiçiləri, ən tanınmış musiqiçiləri toplayar və orada həm musiqi, həm şeir məclisləri keçirilərdi. Və zaman-zaman orada müəyyən ifaçılar da dəvət olunardı ki, artıq orada milli rəqslərimizlə bağlı rəqs nümunələrindən də pişr olardı, demək, muğam sənətində işlədilən və diringələr. Rafi müəllim, bu məqamda mən Bəhram müəllimin öz xatirələrinə də dönmək istəyərəm. Siz dəvət olunmuş ifaçıları dediniz. Yəni, Vamiq müəllim də Bəhram müəllimin sevimli tələbələrindən biri olub. Mən də qismət olub, 4 il Bəhram müəllimin tələbəsi olmuş. Onun xatirələrini dinləmişdik və o həmişə vurğulayardı ki, Bakıya gələn musiqiçiləri xüsusilə babam da, atam da evimizə dəvət edərdi. Yəni, hətta bulvarda, dəniz qırağı körpüdə adam da qoyardı ki, kimin qoltuğunda musiqi aləti dəvət edin, gəlsin, çalsınlar, oxusunlar. Beləliklə, istər Azərbaycandan, istər İrandan, istər Orta Asiyadan olan müxtəlif musiqiçilər bu evdə çalıb çağırıblar. Sözsüz, siz dediyiniz... Hətta Bəhram müəllim deyirdi ki, bizi göndərirdi limana.
Dedi, kimin əlində alət görsünüz, qaval, dedim ki, ağam sizi qonaq çağırır. Bir neçə gün deyib, bunu gecizdirərdilər. 3 gün. 3 gündən sonra məclis qurulurdu, deyir, məharəti göstər. Əgər xoşlarına gəlsəydi, onu saxlayırdılar. Xoşlarına gəlməsəydi, gənə hörmətlə yola salardılar. Bu da bayaq mən dediyim sözü təsdiqi kimi götürək. Çünki Məşədi Məlik və onun oğlanları Mirzə Mansur və Məşədi Süleyman, bunlar muğam aşıqı idilər və muğam biliciləri idilər. Və çox qəribədir ki, siz dediyiniz kimi bunların ki evinə o dövrdə Şərqin ən tanınmış muğam ifaçıları, istər İrandan qeyd elədiniz, istər Qarabağdan, Şuşadan, Şirvandan və digər yerlərdən gəlirdilər. Bunların hamısı siz deyən kimi, Vamik müəllim deyən kimi bir neçə günlər bunların evində qonaq olardı. Bunlar hamısı da Sərdar müəllim çox qəribədir ki, Bəhram müəllimin çox qəribə səliqəsi var idi. Bunların hamısını arxiv sənədi kimi saxlayıb. Yəni bunlar arxiv sənədlərində təsdiq olunur. Yəni heç biri xatirə, biri var xatirə olaraq danışasan, deyəsən Fənkəs belə dedi. O deyilişin qabağında faktlar var. O faktlar yəni, sənədlərə söykənib, bəli. Ona görə də o dövrdə Bəhram müəllimin nəslinin, xüsusən də Məşədi Süleymanın və Məşədi Məlikin musiqi məclislərində keçirilən deməli, musiqi məclislərin hamısı dəftərdə, mən şəxsən özüm gördüyüm 12 vərəqli dəftərlərdə əski əlifba ilə yazılmış, Məşədi Süleymanın öz xətti ilə yazılmış deməli, dəftərlər var ki, bunlar ayrı-ayrı musiqi məclislərinin materiallarıdır. Və maraqlı da burasıdır ki, Məşədi Məlikin məclisində ifa olunan muğam dəstgahları Məşədi Süleymanın muğam məclislərində ifa olunan muğam dəstgahlarının təkrarı deyildi və yaxud Məşədi Süleymanın ki, həmin ənənəyə söykənsə də eyni rədiflərlə təkrar olunmurdu. Təmiz başqa şöbə güşələrlə qurulurdu. Bu onu göstərir ki, zənginləşirdi, muğamlar zəngili. Bəli, elə məsələ də odur ki, bunlar o ənəni yaşatmaqla bilirsiniz, çox maraqlı bir muğam həm ifaçılığında yeni iz qoydular, həm də ki, ifaçılar çox olduğu üçün, bilirsiniz, o vaxt Qarabağda Mir Möhsün Nəvabın vaxtında onun məclisləri olub, Şuşada Xurşud Banu Natavanın özünün məclisləri olub. Orada da çalınan, ifa olunan Sadıqcan kimi bizim Tarzən aylarla Məşədi Məlikin qonağı olub, Məşədi Süleymanla onlar çox yaxın olublar və bir yerdə bunların günləri aylardan bir yerdə keçir. Rafiq müəllim, məqamdır, sözü verək musiqiyə, Bəhram müəllimin ifasına və yenidən söhbətimizi davam edərək. İndi isə Bəhram müəllimin ifasında Dügah muğamını dinləyəcəyik.
Verilişimizde telefon zəngi vardır. Alo, buyurun, eşidirik. Alo. Alo. Bəli, buyuruz. Salam aleyküm Sərdar müəllim. Aleyküm salam. Səkinə xanımdır, sizin bu gözəl məclisinizə qoşulmuşam. Xoş gəlmişsiniz Səkinə xanım. Sizi salamlayıram, Rafiq müəllimi salamlayıram, Vamik müəllimi salamlayıram. Çox sağ olun. Çox şadam ki, bax belə həm gözəl sizin sənətkarlarınız qonaqdır bugün Azərbaycan televiziyasında və gözəl bir verilişdir. Yəni birbaşa böyük bir sənətkarımız haqqındadır bu veriliş. İnanın ki, məni də xəyalən 80-ci illərə getdim. Belə ki, Bəhram müəllimin mən deyərdim ki, ilk belə görüşüm də opera səhnəsində oldu. Yəni bunu nəfəs bilir ki, mən sənətə məhz opera teatrında başlamışam. Yəni ilk addımlarımı bu səhnədə atmağa başlamışam. Və əlbəttə ki, mən hər zaman deyirəm ki, o dövrdə, o zamanda mənim yaşlılarım olan sənətkarlarımız biz özümüzü xoşbəxt hesab edə bilərik ki, belə bir şəxslərlə, belə bir sənətkarlarla biz ünsiyyətdə olduq, münasibətdə olduq və onların xeyir-duası ilə biz səhnəyə gəldik. Məsələn, mən şəxsən Bəhram Mənsurovun müşayiəti ilə dinləmə oldu, yəni səhnəsində o zaman dinləmələr olurdu və o cürə qəbul edildilər ifaçıları. Və şəxsən Bəhram Mənsurovun çaldığı muğamla mən qəbul olunmuşam opera səhnəsinə. Təbii ki, ondan sonraki vaxtlarda da Bəhram müəllim özü birbaşa məşğul olurdu. Bizim yenə də bir gözəl sənətkarımız o dövrdə müəllim işləyirdi, Gülxar xanım Həsənova və bizi teatra gələn gəncləri Bəhram müəllim və Gülxar xanım teatrda gedən baş rollara hazırlayırdılar. Bax, belə bir sənətkarın müşayiəti ilə mən dəfələrlə səhnəyə kimi çıxmışam, dəfələrlə onun müşayiəti ilə ifa eləmişəm və Bəhram müəllimin böyük sənətkarlığı ondaydı ki, o səhnəni, opera səhnəsini o qədər sevirdi ki və hər zamanda o gəncləri bu səhnəyə dəvət edirdi və yeni nəsil, yeni gənclər görmək istəyirdi bu səhnədə. Bu hər zaman deyirdi ki, səhnə dairində, amma ifaçılar bir-birinə vəziyyirlər. Yəni, o tür səhnəsi üçün mən deyəlim, çox böyük onun xidmətləri olur. Əlbəttə ki, onun biz tar sənətkarı kimi bizim orada eləşən çox böyük sənətkarlarımız yəqin ki, danışırlar, danışacaqlar. Amma mən onu yenə də deyirəm, necə bir opera səhnəsi üçün gözəl ifaçılar hər zaman yetişdirir. Onun çox böyük xidmətləri var. Və mən təşəkkür edirəm ki, belə bir gözəl veriliş gedir. Bugün də mən də bu verilişə qoşul özünün sözlərimi dedim. Sağ olun. Çox sağ olun Səkinə xanım. Çox sağ olun gözəl sözlərinizə görə. Səkinə xanım çox gözəl vurğuladı. Həqiqətən Bəhram müəllim yaşından asılı olmayaraq gənclərə həmişə çox böyük qayğısı olub, diqqəti olub. Hələ Vamik də təsdiq edər. Yəni biz tələbə yoldaşı olmuşuq. Bizim ilk dərsdən necə böyük mehribanlıqla, necə diqqətlə, qayğı ilə əhatə etmişdim. Mən ancaq indi istərdim Bəhram müəllimin özünün gəncliyinə qaydaq, 30-cu illərin əvvəllərinə. Yəni Bəhram müəllim artıq 20 yaşında ikən Üzeyir Hacıbəyov onu 1931-ci ildə təşkil olunmuş notlu xalq çalğı alətləri orkestrinə solist kimi dəvət edir. Doğrudan da o zaman Bəhram müəllim ki, çox böyük muğam ustası kimi tanınmışdı. Biz heç vaxt təsəvvür etmirdik o vaxt öz sadəlövlüyümüzdən ki, bu notla da məşğul, notlu ifa ilə də məşğul olmuşdu. Lakin dərs əsnasında bir dəfə zarafatla Bəhram müəllimizi Şubertin hərbi marşını çaldı və o tarixçəni danışdı ki, Üzeyir bəy onu necə dəvət etmişdi və bir müddət o xalq çalğı alətləri, notlu xalq çalğı alətlərində solist olub. Lakin onun ən böyük arzusu opera teatrında, bizim milli opera teatrlarında müşayiətçi solist kimi olmaq və xoşbəxtlikdən də bu arzusu tezliklə həyata keçib. Belə ki, 1932-ci ildə onu artıq opera teatrına dəvət ediblər. Ondan sonra Leyli və Məcnun, Əsli və Kərəm, Şah İsmail, Aşıq Qərib və bu qəbildən bizim milli operalarımızı demək olar ki, aparıcı solisti olub. Yəni, bütün baş qəhrəmanlar Bəhram müəllimin müşayiəti ilə öz qəhrəmanlarını dilə gətiriblər, sevdiriblər.
Və Bəhram müəllimin o vaxt başqa fəaliyyəti də olub. O demək olar ki, Azərbaycanda o vaxt 30-cu illərdə yaradıcılığında məşğul olan bütün xanəndələrlə demək olar çıxış edib. Cabbar Qaryağdıoğlu ilə, Seyid Şuşinski ilə, sonradan Mütəllim ondan, Xan Şuşinski ilə və ümumiyyətlə çox xoşbəxt bir ömür yaşayıb. Belə onu izlədikcə 20-ci əsrin əvvəllərindən elə bilin ki, ömrünün axırına qədər o Azərbaycanda 20-ci əsrin bütün muğam aləmini elə bil nəfəs verib, yaşadı. Sərdan müəllim, icazə verin, burada elə bir məsələyə də mən toxunum. Bayaq Səkinə xanım çıxış elədi və gözəl fikrini söylədi. Bəhram müəllimin yaradıcılığı ilə bağlı mən tədqiqat işlərinə başlayanda, onda Səkinə xanım operaya özü dediyi kimi təzə gəlmişdi və ilk addımlarını opera sənətində atanda Bəhram müəllim dəfələrlə öz xatirəsində deyirdi ki, bir neçə ildən sonra siz səhnədə dedi, əsl Leylini Səkinə xanımın ifasında görəcəksiniz. Bəhram müəllim doğrudan da Səkinə xanımın ifasının, səsinin mən deyərdim ki, vurğunu idi. Çox maraq göstərdi və çox da bu iş üzərində çalışırdı. Bunu dəfələrlə mənlə olanda söhbətlərdə bunu vurğulayıb, bilmirəm bunu indi Səkinə xanıma deyib, deməyib, amma mən indi Səkinə xanım üçün bu məsələni açdım ki, yəni belə bir sənətkar həqiqi mənada Səkinə xanımın səsinin vurğunu idi. O ki, qaldı axtarıb tapmağa, siz düz deyirsiniz, Bəhram müəllim gel, o vaxtlar bilirsiniz ki, ictimai konsertlər olurdu rayonlarda, kolxozlarda, safxozlarda. Bəhram müəllim deyir ki, biz Hüsnü Qubadovu hardan tapdıq operada oxumaq üçün. Biz deyir, rayonların birində deyir, getmişdik, konsert proqramına çıxış edirdik. Gördük, cavan bir uşaq deyir, oxuyur. Mən onun səsini dedi, eşidəndən sonra onu dəvət elədim Bakıya. Və aylarla o atasının, babasının ənənəsini davam elətdirərək Hüsnü Qubadovla özü müstəqim olaraq işləyib. Sonra onu operaya... Bəli, Bakir Həşimov. Ümumiyyətlə, çox gəncləri Bəhram müəllim gətirib səhnəyə yetişdirib. Bugün indi bir tarixi lent var, onu istərdik səsləndirək verilişimizdə. Bəhram müəllim Seyid Şuşinski ilə bərabər Arazbarı ritmi muğamını izlədirlər. Biz onu dinləyək, söhbətimizi davam edərik.
Studiyamıza yenə telefon bağlantısı vardır. Alo, buyuruz. Alo. Bəli, buyuruz. Salam aleyküm Sərdar müəllim. Salam Ağsalim müəllim. Sizi salamlayıram. Qonaqlarımızı salamlayıram. Aleyküm salam. Rafiq müəllimi, gözəl professorumuzu, Vamiş müəllimi salamlayıram. Belə bir gözəl veriliş hazırladığınız üçün ilk öncə sizə təşəkkür edirəm, minnətdarlıq edirəm Sərdar müəllim. Çox sağ olun. Siz Bəhram müəllimin tələbəsi olmuşsunuz, bunu bilirəm. Vamiş müəllim də Bəhram müəllimin tələbəsi olub. Yəqin ki, Bəhram müəllimlə bağlı sizin çox geniş xatirələriniz olar. Yəqin ki, veriliş boyu deyəcəksiniz, danışacaqsınız. Mənim də Bəhram müəllimlə uşaqlıqdan bir xatirəm var. İstərdim onu mən söyləyeyim. Buyuruz. Əvvəla, demək istəyirəm ki, Bəhram müəllim həddindən artıq xeyirxah bir insan idi. O həmişə demək olar ki, hamına kömək eləməyə çalışırdı. Bunu biz şahidik ki, yəni opera balet teatrında da neçə xanəndələrin, neçə müğənnilərin orada yetişməsində, orada dəvət almasında Bəhram müəllimin çox misilsiz xidmətləri olub. Onlar demək olar ki, çox orada xanəndələr Bəhram müəllimə borcludular. O sənətə gəlmələrində. Və Səkinə xanım da söylədi onu. Mən də uşaq vaxtı ikən, mənim təxminən demək olar ki, bir 13 yaşım var idi. Nardaran toylarının birində idik. Bəhram müəllimə mənim atamla münasibətləri yaxşı idi. Atamın da Bəhram müəllimə çox böyük hörməti var idi. O bilirdi ki, Bəhram müəllim ki, mən tar çalıram. Mən bir uşağım da, 13 yaşım var. Bir dəfə toyda gördüm ki, özü məni dəvət edib çağırdı ki, dur gəl buraya bir şey çal yine. Mən, atam tərəddüd elədi. Atam dedi, şey olmaz deyil. Yəni, sən böyüdə sənətkarın əlindən taral uşaq çalacaq, olmaz. Ancaq siz onun böyülüyünə baxın ki, o məni dəvət elədi. Dedi, yox oğlum, dur gəl bir baxım görüm səni. Mən də orada bir həmən otarda, Bəhram müəllim otarında bir şur çaldım. Əlbəttə ki, indi də uşağım da yaxşı çalmasam da.
Ancaq gördüm ki, özü dedi ki, yox oğlum, sən tarçalan olacaqsın. Bu mənim xatirimdə demək olar ki, hindi də elə yaşayır. Bu mənim üçün çox böyük bir, demək olar ki, bir məktəb idi, bir dərs idi ki, Bəhram müəllim mən tarında çalmışam. Həmən o tarda hindi oğlu Elxan Mansurov çalır. Həmən bax, o tarda mən bir şur çalmışam. Ondan sonra, yəni vaxt gəldi, yetişdi, yəni biz də bu sənətə azdan çoxdan yəni getdik. Sonra 1901 xatirə dediğim 1987-ci il idi, Səmərqət simpoziumu idi. Biz ora simpoziumaya getmişdik də, Muğam simpoziumundan. Hacı Arif Babayev, Alim Qasımov, Ramiz Quliyev, Şəfqətxan Meyvazova kəman çalan, bir də mən. Demək olar ki, biz konsertlərdən, həmişə çıxışlardan sonra görün ki, orada da dünyanın bütün, bilirsiniz ki, dünyanın bütün o musiqiçiləri, muğamla məşğul olan bütün musiqiçilər oraya yığılırlar da. Həm demək, çıxışlardan sonra söhbətlərə gəlirlər, bizimlə qoşulurdular. İnanın ki, bütün dünyanın nə qədər ki, musiqiçiləri vardı, hamısı Bəhram müəllimi soruşurdu ki, bəs Bəhram müəllim nöş gəlməyib. Bəs o hardadır Bəhram müəllim? O çox təəssüf ki, o 85-ci ildə artıq dünyasını dəyişmişdi. O da nədən irəli gəlirdi, onlar soruşurdular. Çünki 2-3 dəfə o simpozium ki olmuşdu, o Bəhram müəllimin çaldığı tar onların qulağında qalmışdı ki, tarı yəni belə çalarlar. Azərbaycan tarı belənçinə çalınır. Mən ona, yəni Allah rəhmət eləsin, qəm rəhmət eləsin. Onun da, dövlətimizin də sərəncamı var ki, onun 100 illiyi keçirir üstündə. İnşallah. İnşallah yəqin ki, keçirilir. Azərbaycan Dövlət Televiziyasına, radiosuna çox minnətdarlıq edirəm ki, bu təşəbbüsə demək olar ki, ilk qoşulan Sərdar müəllim siz olmuşsunuz. Azərbaycan demək televiziyasının musiqi redaksiyası olub. Mən hamına öz adımdan, ailəm adından, musiqiçilər adından təşəkkür edirəm. Bəhram müəllimin də ruhu şad olsun. Çox sağ olun Ağzəlim müəllim. Siz bayaq vurğuladınız ki, Vamiq müəllim də, mən də Bəhram müəllimin tələbəsi olmuşuq. Həqiqətən onu da deyim sizin xatirənizə əlavə olaraq ki, həmişə gənc tarzənlərdən söz düşəndə Bəhram müəllim sizin haqqınızda çox gözəl sözlər deyirdi. Yəni biz hələ tələbə olarkən bunu eşidirdik. Bu da bir daha onun geniş ürəyindən, obyektiv olmağından, ümumiyyətlə əsl sənətkar olmağından irəli gəlirdi. Bəli. Bəhram müəllim ümumiyyətlə Azərbaycanda bəlkə də birinci tar çalan idi ki, tar ifaçısı idi ki, tarı dünyaya göstərdi, nümayiş etdirdi və tara beynəlxalq nüfuz qazandırdı. Və istər bu, bayaq Ağasəlim müəllim demişkən, Səmərqətdə keçən beynəlxalq simpoziumlarda, istər Fransada keçən UNESCO-nun tədbirlərində ki, Bəhram müəllim dəvət olunurdu, onun plastikaları nəşr olunurdu və onun haqqında, yəni əgər ona qədər tara bir musiqi aləti kimi qulaq asılırdısa, dinlənilirdisə, zövq alırdısa, artıq tar haqqında elmi fikirlər və yəni Bəhram müəllimin ifasında səslənən muğamlar haqqında dünya elmi fikirlərə qənaətinə gəlirdilər və bu da Bəhram müəllimin çox böyük bəli, onun gətirdi, onun rolu idi, onun zəhməti idi. Bəhram müəllimin ümumiyyətlə Vahid müəllim, sizin də yadınıza gələr. Biz hər dərsə gələndə o sevinclə bizə yeni məktubları göstərirdi. Demək olar ki, o hər həftə, hər ay xarici ölkələrdən məktublar gəlirdi, dəvətlər gəlirdi və təsadüfi deyildi ki, Bəhram müəllimin nüfuzu çox fərqli idi. Bizim Azərbaycanda ümumiyyətlə 20-ci əsrdə çox gözəl tarzənlərimiz olub, çox gözəl ifaçılarımız olub. Ancaq Bəhram müəllimin ifası da fərqli idi, ona verilən qədir-qiymət də nüfuzu da onun fərqli idi. Ona görə onu hətta müqayisə etmək çox çətin olur. Biz o ənənədən gəlir Sərdar müəllim. İndi o ifanı da çox şükürlər olsun ki, bugün davam elətdirən gözəl sənətkarlarımızdan biri də Vamiq müəllimdir. Yəni orada olan o mizrapları, bilən texnikası təmiz başqa yol idi. Bir tanınmış xanəndə bir dəfə söhbət oldu. Dedi ki, Muğam bəy muzey malıdır ki, orada qalsın. Mən dedim, bəli, Muğam muzey malıdır. Muzeydən götürərlər, ona bir naxış vurarlar, yenə qoyarlar yerinə. Bax, Muğam belə yaşanmalıdır. Bəzən deyirlər ki, yenilik, köhnəlik. Muğam həmişə yenidir.
Əgər muğam 3 adamın, məsəl üçün 3 nəfər rast oxuyur, rast çalır, istəyir kamança, tar, hər bir musiqi aləti. Elə onsuz da muğam onun ürəyi müəyyən xallar tələb edir. Amma klassikanı bilmək şərti ilə. Bir var ağlığa gələn mizrabları vururla ki, deyilən ki, cəmaatın belə xoşuna gəlir də, olmaz. Klassikanı koramaq olmaz. Ona görə Bəhrəm müəllim klassikanı qoruyub saxlayıb. O mizrabları olduğu kimi, elə bilirsən ki, inci kimi, dənə-dənə. Bəhrəm müəllim başqa cəfəngiyat, üzr istəyirəm, çalğılarını istifadə edə bilməzdi, qoruyub saxlayırdı. Qoymurdu. Artıq əlavə mizrabları o heç vaxtı qoymurdu ki, tara gəlsin. Tarda mizrablar vardı. O vaxtı mən getdim Bəhrəm müəllimdən bir 25-ə qədər mizrab növü öyrəndim. Yəni biz indi bilirik 3 mizrab, 6 mizrab, samtur. Onda Bəhrəm müəllim mənə düz indi yadıma düşənləri deyəcəm. Mizrab pərvanə, mizrab gürzi, mizrab çırtıq, mizrab zəngi, mizrab nə bilim Əlif mizrabı, saz gərisi. Mən hətta bu mizrablardan konservatorda tələbə olanda birinci dərəcədə diplom aldım. Yəni bunları müdafiə eləyərək. Yəni Bəhrəm müəllim istəyir muğam bilməkdə, istəyir muğam ifaçılığında, istəyir hörmətdə. Deyirsiniz dünyada əvvəla gerək öz yerində birinci Bəhrəm müəllim ailədə böyük hörməti var idi. Çox böyük hörməti vardı ailədə. İkincisi Azərbaycanda. Onun çox hörməti vardı. Musiqi ictimaiyyətində çox böyük hörməti vardı. Üçüncüsü, Abşeronda hörmət qazanmaq hər adam işi deyildi. Bəhrəm müəllim Abşeronda məclislərə qonaq gələndə hamı ayağa dururdu onun üçün ki, Bəhrəm müəllim məclisdədir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Bəhrəm müəllim məclisə gəlib. O dövrün musiqi bilənləri, o dövrün muğam bilənləri həmişə Bəhrəm müəllimdən məsləhət alardılar. Çünki Bəhrəm müəllim muğamı çox gözəl bilirdi. Xanəndə yolunu gözəl bilirdi. Xanəndəni oxutturmağı. Bəzən görürsən, indi xanəndə oxutturulur, arada bir 5 dəqiqə çalınır, ortada heç nə yoxdur. Bəhrəm müəllim 2 dənə mizrab vurardı. 2 mizrab həll edirdi ki, xanəndə deyir ki, buyur. Ümumiyyətlə, Bəhrəm müəllim muğam üzrə bilgisi təsadüfi deyil ki, Fikrət Əmirov boyda böyük sənətkarı, bəstəkarı, dünya şöhrətli bəstəkarı, Arif Məlikov kimi bəstəkarı onunla bərabər çalışmağa sövq etmişdi və yaxud Bəhrəm müəllimin ifasından Nəriman Məmmədov neçə muğamı nota salmışdı. Mənim xatırlayıram, Bəhrəm müəllimin sağlığında neçə kitablar vardı. Musiqişünas Elmira Abbasovanın kitabı var idi. Yəni Bəhrəm müəllimin həmişə ifası da, onun şəxsiyyəti də nəzər diqqətdə olub. Hələ indi də bizim musiqi xəzinəsində bir lent yazısı vardır ki, Bəhrəm müəllimin Fikrət Əmirovun yaratdığı Gülüstan-ı Bayat-Şiraz əsərini necə yaradı, onunla bağlı bir sujetdir, ona baxaq, söhbətimizi davam edək. Музыкант, весь груз наук отдам за твой звучный чанг или за флейты трель. Так по струнам проведи ты смычком,
yaxşı ki bu kadrlar var, həqiqətən tarixi kadrlardır və bu əməkdaşlığın sayəsində bayaq qeyd etdiyim kimi Gülüstan-ı Bayat-Şiraz kimi möhtəşəm bir sənət əsəri meydana gəldi ki, Fikrət Əmirovun yaradıcılığında da o da xüsusi bir zirvə tutur. Ümumiyyətlə, Bəhram Mansurovun ifasına sakit, biganə baxmaq mümkün deyildi. Çox cəlb edici ifa idi. Xüsusilə bayaq qeyd etdiyimiz kimi onun heç bir ifaçıya bənzəməyən biləng, mizrab, barmaq, yəni muğam cümlələri. Yadımıza gəlib Amin bəli, Mahur Hindidə idi, deyəsən, sağ əlsiz bir ifa var idi. İndi o ənənə var mı? Var, dəstkarə adlanırdı. Müəllim ona deyirdi dəstkarə, yəni ki, əl işi. O Bəhram müəllimin ümumiyyətlə çalğılarında, bayasbana qulaq asırız, axırıncı cümlələri tamamlamaq çox, onda bir klassik üslub idi. Elə cümlələri tamamlayırdı ki, elə bir ki, muğamı, yəni ki, o şəhərdən gələn, sözsüz ki, onun kökü var, sözsüz ki, bunu örgənib, kimdənsə örgənib və yaxud sonradan özü, bayağı dediyim kimi, Bəhram müəllim örgənəndən sonra özü muğamı yaşadıb, öz təfəkkürü ilə, öz ağlı ilə. Muğamlarda musiqi fikirləri aydın. Musiqi fikirləri aydın. Sərdar müəllim, siz bilirsiniz, musiqi nəzəriyyəsində musiqi fikirləri... Deməli ki, qulam, qara qulam deyirdilər. Yaxşı tarçalan idi, yaxşı müşayiətçi idi. O xanəndə müşayiət eləyəndə gördün ki, materialını qutarıb, xanəndə nə oxuyur onu çal. Bu qulamız. Amma Bəhram müəllimdə ömründə qutarmır, tükənməz idi. Çünki öyle ehtiyatlar var idi ondaki cümlələr ki, istəyir bir muğam, eyni dəstgah 3 dəfə oxunsun ayrı-ayrı. Ayrı-ayrı formalarda onu müşayiət edilirdi. İndi hərdən yaşlı ifaçılar xatirələrə dalır, söhbət edirlər. Etiraf edirlər ki, Bəhram müəllim kimi müşayiətçi tarzən yoxdur. Həqiqətən. Xanəndəni duymaq, onun nə bilim nəfəsindənmi, üz cizgilərindənmi, onu hiss etmək. Ondan da başqa, Bəhram müəllim müşayiət boyu mənim yadımda el məclislərində ömründə tarı stol üstünə qoymazdı. Ancaq diz üstünə saxlayardı. Bu tara böyük ehtiramın, hörmətin nümayə... Qoyun sizə bir dənə faktı deyim. Bəhram müəllimin mənlə olan söhbətlərindən birindən bu oldu ki, bizim axı xanəndələr çoxu həm məclislərə gedərdilər, həm dövlət konsertlərinin, tədbirlərdə iştirak edərdi. Bir də görürsən, deyir, səs yorğun olurdu, xəstə olurdu. Xanəndələrdə belə bir ifadə var. Deyir, səs yerində olmayanda, axşam da operada oxumalıdır, zildən deyir, ya çağırgan hisarını oxumalıdır. Hisara deyir, görəm səsi çatmayacaq. Bəhram da o saat modulyasiya eləyirdi, bəstənigar yerindən hisarı verirdi. Hazırlayırdı, modulyasiyanı gətirirdi. Elə yerdən, məsələn, bəstənigardan onun hisarı oxutturdu, sonra yenidən modulyasiya eləyirdi, gəlirdi orkestrin çalacağı tonallığa çıxardırdı. Yəni, Bəhram müəllim bu cürna ustad idi ki, sənətkarı qoymurdu ki, səhnədə pərt vəziyyətdə qalsın, onu istənilən vəziyyətdən çıxartmağa bacarırdı. İstəyir xanəndə müşayiətində, məsəl üçün, axırıncı o Alim Qasımov, yəni gətirdi, onu çox böyük, deyərlər, müəyyən oxunmayan, bizdə güşələr var idi, Alim Qasımov örgətdi Dilruba. Dilruba çalınırdı, amma oxunmurdu. Bunu Bəhram müəllim örgətdi. Zər muğamları, Heydəri. Ondan da Bəhram müəllim gənc musiqiçiləri, gənc kaman çalanları da nəzarəsiz buraxmırdı. Məsəl üçün, Mir Nazım Əsədullayev mənə öz xatirələrində deyib, mən neçə dəfə oynayın öz kəndimizdə. Bəli. Elə sizin özünüzlə sonra Arif Əsədullayev, ədalət rəhmətli. Yəni ki, bu gənc musiqiçiləri də Fəxrəddin Dadaşov, bunlarla da həm ahəng. Bayaq, Vahid müəllim, siz Bəhram müəllimin Bakıda, ümumiyyətlə Azərbaycanda onun nüfuzundan, hörmətindən danışdınız. Onu bir daha sübut edən bir kadrımız da vardır, onu göstərək. Bu, böyük bəstəkarımız Tofiq Quliyevin Bəhram Mansurov haqqında dediyi ürək sözləridir. Bəhram Mansurov haqqında çox danışmaq olar. Bu da təbiidir, çünki son 20-25 il ərzində Azərbaycanda Azərbaycan xalq profesional mədəniyyətini, Azərbaycan xalq profesional musiqisini onun qədər nə bilən vardı, nə də ifa edən vardı.
Hətta biz bəstəkarlarda həmişə Azərbaycan xalq musiqisinə müraciət eləyəndə köməyi Bəhram müəllimdən gözləyirdik. Yəqin ki, çoxlarınız bilirsiniz, məşhur bəstəkarımız Fikrət Əmirov öz yaradıcılığında Bəhram Mansurovla çox dərin əlaqə saxlayırdı. Fikrət Əmirovun haqqında çoxlu monoqrafiyalar, kitablar çıxıb və çıxacaq. Hansı kitabı açsaz, orada mütləq Fikrət Əmirovla Bəhram Mansurovun şəklinə rast gələrsiniz. Bəhram Mansurovun yaradıcılıq fəaliyyəti geniş, çox tərəfli və müxtəlif idi. Onun haqqında çox yazılıb, yazılacaq da, danışılacaq da. Bu da təbiidir. Çünki Bəhram özü musiqi ailədəndir. Bəhramın atası da gözəl tərzəndir. Əmsi Mirzə Mansur Mansurov, o da gözəl tərzəndir və şəxsən mən Mirzə Mansur Mansurovla müəyyən vaxt, bir müəyyən müddət işləmişik. Zakir Bağırovla birlikdə ondan ilk dəfə onun çalmağından muğamları yazmışıq. Mirzə Mansurun oğlu Ənvər də gözəl tarçalandı. Sonra da bu nəsil gəlir, belə yaxşı gəlir ki, indi Eldar Mansurov da Bəhramın oğlu bizim gənc bəstəkarlarımızın arasında istedadlı bəstəkardır. Mən Bəhram Mansurovun fəaliyyətinin bir sahəsindən danışmaq istərdim. O da ona görə ki, mən Bəstəkarlar İttifaqının katibi olaraq bu hadisədə, bu işdə həm iştirak eləmişəm, həm də şahid olmuşam. UNESCO-nun xadimləri Bakıya gəlib, Bəhram Mansurovun da çalğısını yazmaq istəyirlər. Onlar əsas etibarən Azərbaycan xalq profesional musiqisini yaxşı bilən axtarırdılar və əlbəttə ki, Bəhram Mansurovdan başqa bir ifaçı bu işi görə bilməzdi, onun öhdəsindən gələ bilməzdi. Onlar Bəhram Mansurovu Bakıda, Tbilisidə, sonra Moskva şəhərlərində çox lentə yazıb, sonra o lentləri Parisdə vallara köçürdüb, o valları bütün ölkələrə göndərirdilər və bütün ölkələrin, bütün xalqların musiqi fonlarında o vallar var.
verilişimizdə telefon bağlantısı vardır. Alo, buyurun, eşidirik. Eşidirik. Bəli, buyuruz. Əvvəla ilk növbədə sizi salamlayıram mən. Salam Azər müəllim. Hamınızı salamlayıram və ilk növbədə onu demək istəyirəm ki, Bəhram Mansurov haqqında veriliş hazırlayanların hamısına mən öz dərin minnətdarlığımı bildirirəm. Çünki Bəhram Mansurov haqqında danışmaq, onun haqqında veriliş vermək böyük xoşbəxtlikdir. Mən özüm böyük məmnuniyyətlə sizə qulaq asıram və istərdim bir neçə kəlmə icazə versəniz bir neçə kəlmə mən də deyim. Əvvəla onu deyim ki, Bəhram Mansurovla mən çox yaxın ünsiyyətdə olmuşam. Çünki mən 15 il opera teatrının direktoru olanda onunla bir yerdə işləmişəm. Mən 72-ci ildə opera teatrına məni direktor təyin edəndə Bəhram orada işləyirdi və mən böyük məmnuniyyətlə xatırlayıram onu ki, mən ona hansı nəyi tapşırırdımsa, nəyi deyirdimsə böyük məmnuniyyətlə onu yerinə yetirirdi. Misal üçün mən bir neçə ifaçıları qəbul eləmişəm vaxtında, o vaxt 70-ci illərdə qəbul eləmişəm və hamısını tapşırmışam Bəhram Mansurova ki, o onlarla keçsin. Leyli Məcnundan, Dərsli Kərəmdən, Şah İsmaildən, Aşqar hamısından bütün əsas rollarını, ifaçılarının musiqi partiyalarını yaxşı-yaxşı öyrətsin. Misal üçün, mən yadıma gələni deyirəm ki, misal üçün 70-ci illər mən gənc ifaçıları qəbul eləmişdim. Cəmal Əkbərovi, sonra bayaqlı qulaq astıq Səkinə İsmailovanı, Qəndab Quliyevanı, Mansur İbrahimovu və nəhayət Xuraman Qasımovanı, bunların hamısını mən qəbul eləmişəm o vaxt, 70-ci illərdə mən qəbul eləmişəm. Ona görə də indi mən şərəf hiss edirəm ki, bunlar hamısı bu saat xalq artistlərdilər. Hamısı. Hamının da bu xalq artisti olmaqda, yəni böyük müğənni olmaqlarına hamısını bu Bəhram Mansurov eləyib. Ona görə mən böyük məmnuniyyətlə onu yad edirəm. Və Bəhram Mansurov haqqında məndə çox yaxşı xatirələr var. Hamısını danışmaq istəmirəm. Heç olmasa birini, uzaqbaşı ikisini mən danışacağım bu saat. Məsələ bundan ibarət idi ki, Bəhram müəllim çox qəribə bir xasiyyəti vardı. Əsli, gözəl bir insan idi o. Bir dəfə mənə dedi ki, bəs mən bir gənc bir qızı hazırlamışam, Leyli Məcnunun birinci pərdəsindən muğamı hazırlamışam. Mən istəyirəm ki, siz ona qulaq asasınız. Dedim, yaxşı, gətir qulaq asın. Deyir, yox, mən istəyirəm, siz mənlə gedək, mən evə aparmaq istəyirəm sizi. Dedim, yaxşı, getdim onun evinə. Evinə getdim, orada evində cavan bir qızı mənə göstərdi. Çox məlahətli, gözəl səsi var idi. Özü də səhnə görünüşü də çox əla idi, yaxşı idi. O, Nisa Qasımova idi. Mən qulaq astım ona və xoşuma gəldi və Bəhram müəllimə dedim ki, Bəhram müəllim, bunun səsi çox yavaşdır, amma opera teatrının səhnəsi, bir də ki, onun o böyük tamaşa salonunda bu səs az səslənə bilər. Ona görə mən xahiş edirəm, ondan bir yaxşı dərs keçəsiniz, onu hazırlayasınız ki, biraz dərsdən oxusun, mən də qulaq asım, ondan sonra onu mən işe götürüm. Beləyinə, həmişə bu belə deyirdi, bütün hamıyla hazır, ən qocaman artistləri də hazırlayırdı, cavanları da hazırlayırdı. Və bir məsələni də mən qeyd eləmək istərdim ki, 1987-ci ildə mən ezamiyyətə getmişdim, indiki o vaxt Leningrad deyirdilər, indi Sankt-Peterburg deyirlər, Leningrad şəhərinə. Orada mənim əsərim ifa olunurdu, simfonik əsərim ifa olunurdu. Ona görə məni çağırmışlar qulaq asmağa. Mən oradan evə zəng elədim, Bakıya zəng elədim. Bakıda mənə dedilər ki, Azər, səni o vaxt Mədəniyyət Naziri Zakir Bağırov səni axtarır və xahiş edir ki, sən mütləq ona təcili olaraq zəng edəsən. Mən oradan zəng elədim. Zakir müəllim mənə dedi ki, sənin xəbərin var ki, opera teatrı yanıb. Dedim, yox. Dedi, təcili olaraq Bakıya gəlməlisən. Çünki sən opera teatrının direktorusan, sən burada olmalısan. Bu təmirdə sən olmalısan. Mən gəldim Bakıya. Bakıdan məni qarşıladılar, evə getmədim. Dedim, aparın mənə teatra.
Mən teatra girəndə mənim vəziyyətim çox pis oldu. Çox, mən baxa bilmədim teatrın o vəziyyətinə. Teatrın günbəzi sınmışdı, dağılmışdı, tökülmüşdü bütün tamaşa salonuna. Bütün lojalarım hamısını dağıtmışdı. Ona görə mən qəbul edə bilmədim bunu. Gözümdən yaş axırdı, yanamırdım. Bir də baxanda gördüm ki, bir neçə addımlığında pəncərə altında bir kişi hönkürtü ilə ağlayır. Yaxınlaşdım, gördüm Bəhram Mansurovdur. Hönkürtü ilə ağlayırdı. Onu sakitləşdirmək istədim, dedi mənə sakitləşdirməyin Azər müəllim. Mən başqa cür eləyəmərəm. Mən bu teatrda, teatrsız mən qala bilməyəcəm, mən yaşamayacağım. Teatrsız yaşaya bilmərəm. Və Mərkəzi Komitədən Vəli Lemberanskiyə tapşırıblar ki, buranı hazırlasınlar. Mən də getdim Lemberanski ilə bir yerdə oldum, köməkli edirdim mən də. Bir neçə üstündən keçəndən sonra mənə xəbər gəldi ki, Bəhram Mansurov keçinib. Allah rəhmət Mən getdim onların evinə. Getdim onların evinə, mənə dedilər ki, o dedi ki, mən teatrsız yaşaya bilmirəm, mən yaşamayacağım, mən qala bilmirəm, mən teatrsız qala bilmirəm. Və o doğrudan da o qədər bağlı idi teatra ki, bu mənim yadımda qalır və bunu mən böyük bir yada saldıqca mənim də halım xarab olur. Mənim də gözümdən yaş başlayır gəlməyə. Bilirsinizmi, ona görə mən böyük məmnuniyyətlə bu haqda bir necə kəlmə deyirəm. Bir də onu demək istəyirəm ki, Bəhram Mansurov həm gözəl ifaçı idi, həm gözəl tazəndir. Bir dəfə də evində mənə dedi ki, indi getməklə, çünki mən də xahiş edirəm, nahar vaxtıdır, otur çörək yiyinə. Deyirəm, bir plov hazırlamışam. Deyirəm, siz hazırlamışsınız plovu, deyir, hə. Çox sıxlı. Evlərlə yaxından xahiş elədim ki, yazında otursunlar. Onlarla bir yerdə oturduk, plov yedik, çox tatlı plov yedik. Və dedim ki, Bəhram müəllim, siz nəinki gözəl tarzınsınız, siz gözəl yemək də hazırlaya bilirsiniz. Gülkülə danışdınız. Çox sağ olun Azər müəllim, gözəl xatirələrinizə görə. Minnətdarıq. Çox sağ olun. Sağ olun. Azər müəllim, Bəhram müəllimin opera fəaliyyətindən bəhs elədi. Həqiqətən də Bəhram müəllim 50 ildən artıq Azərbaycan Opera və Balet Teatrında aparıcı solist kimi çalışmışdı və neçə gözəl ifaçılara müəllimlik etmiş, onları milli operalarımızın qəhrəmanlarını təcəssüm etdirməyə imkan yaratmışdı. Elə Leyli Məcnun operasından bir fragment vardır. Leyli rolunda əsər xalq artisti Zeynəb Xanlarova, Məcnun rolunda xalq artisti Arif Babayevdir. Dinlə. Qüdrətim yox ki qılam kimsəyə şərhi qəm etdim. Qüdrətim yox ki qılam kimsəyə şərhi qəm etdim. Öyle ki arz-i hicrlə bimar olubam.
Darmayan kurşi düşsün yarım kalmadı ay 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 şayet hey bir yerde durmalık kararım kalmadı aşk içiren Rahi aşk içiren bize ancak mahcudik şükür ki meksude yetti intizarım kalmadı Bilirəm yar hali dilimin zar bilirsən bilirəm mən nə hacət ki qılım şərhi sənə hali dilim dilizarımda nə kim var bilirsən bilirəm Zəngi vardır. Alo, buyurun, eşdirik. Alo. Alo. Bəli. Sərdar müəllim, salam aleyküm. Salam Arif müəllim. Başda siz olmaqla hamısını salamlayıram. Aleyküm salam. Əyləşənləri çox sağ olun. Bu gözəl bir verilişdir. Nə yaxşı ki bu böyük sənətkarlıq xatirəsi gününü qeyd edirsiniz, xatirə gününü qeyd edirsiniz və doğrudan da bu insan çok büyük bir insandır, büyük bir tarçalandır. Uzun illər mən onunla demək teatrda işləmişəm. Bəhram Mənsurov elə bir gənc tapılmaz ki, elə bir insan tapılmaz ki, ona kömək eləsin. O həmişə teatra ilk gələn cavanları evinə dəvət eləyir və çörək verən adamıdır. Çörəyini yeyib, suyunu içəndən sonra məşqə başlayırdı. O cümlədən mən də onların içərisində var idim. Və Allah onun yoldaşı Münəvvər xanıma da rəhmət eləsin. Çox gözəl bir süfrə açırdılar. Bəli, süfrə çörək yiyəndən sonra biz başlayırdıq məşqə. Yəni, onu demək istəyirəm, həm çörək verən sənə, həm özü sənətkar. Bəhram Mənsurov çox bir sənətkarıdır. Onun, mən uzun illər tarına oxumuşam, operada oxumuşam, toylara getmişim. Onun tarında mən bir faş pərdə görməmişəm. Saat kimi məşə onun tarı. Çox belə bu adam o sənətkarlıqdan irəli gəlir və mən alqışlayıram Bəhram Mənsurova Bəhram Mənsurov gözəl bir insan, böyük bir sənətkar və Allah onu rəhmət eləsin və onun balalarına can sağlığı arzulayıram və sizə çox sağ ol deyirəm ki, belə-belə böyük sənətkarlarımızı siz xatirə gününü əziz tutursunuz, qeyd edirsiniz. Sağ olun, var olun. Çox sağ olun. Çox sağ olun Arif müəllim, gözəl sözlərinizə görə minnətdarım. Həqiqətən Bəhram Mansurov haqqında danışmaq üçün olduqca söz çoxdur. Yəni Bəhram müəllim fəaliyyəti o qədər genişdir, bir ifaçı kimi və tarı dünyada tanıdan sənətkar kimi, bir müəllim kimi, bir şəxsiyyət kimi. Ümumiyyətlə Vahbi müəllimə yenə söz tutmaq istəyirəm. Onun müəllimlik fəaliyyətini istədik. Siz bir yada salasınız. Bəhram müəllim həqiqətən də yəni ki biz göz açandan belə çalğılara qulaq asırdıq. Məsəl üçün Qurban Pirimov, Əhməd Başxanov, Bəhram Mansurov. Yəni bunlar tanınan çalğılar idi. Sonradan düzdür, çalğı üsulu müəyyən qədər değişmiş. Amma əsl klassik üslubda bu tarzənlər yəni ki bu üslubu saxlayırdılar. Yəni dedim ki muğamda yenilik olar. Amma hər dövrün çalğısı var axı. Bəli. Ona görə də biz mən Bəhram müəllimdən elə o vaxtı, heç tələbi olmayan vaxtıda radiodan çox deməli ki muğamlara qulaq asırdım. O mizrabları götürürdüm. Sonra bu Asif Zeynalov Musiqi Texnikumuna girəndən sonra mən
Əhməd Başxanov tələbəsi oldum. Əhməd Başxanov rəhmətə gələndən sonra Bəhrəm müəllimin sinifinə keçdim. Demək olar ki, mənim üçün böyük bir dünya açıldı. Orada biz tələbələr vardı. Sərdan müəllim, sən də var idin orada. Faiq Çələbiyev, Valih Rəhimov, Möhüb Babayev, yəni ki, Bəhrəm hamısı hər kəsə öz yerini tutub və başlıcası Elxan Mansurov. Bəli, onun oğlu əsas bu yolu, onun oğlu bu yolu davam etdirən və o ənənəyə sadiq qalan, o ənənəni yaşadan və opera teatrında da Bəhrəm müəllimin yerini tutur. Heç olmasa yenə də o çalğının izi qalıb Elxan bu yolu davam. Mən çox sevinirəm. Bəli. Deməli, Bəhrəm müəllim ümumiyyətlə heç vaxt mizrab dərs keçməzdi. Məsələn, cümlə deyərdin ki, bunu işkəstə fars və yaxud rastı belə başda gidən. Deyirdi ki, mən çalıram, siz də izləyin. Dəstgah axıra qədər. Bəli, hələ indi də Bəhrəm müəllimin Tarının dünya səyahətini biz öz verilişimizdə göstərmək istəyirik. Səmərqənd Beynəlxalq Simpoziumla bağlı bir lent yazılarıdır, baxaq. Abidələri əlvan naxışları andıran qədim Səmərqənd şəhəri, yaxın və orta şərq xalqları şifahi ənənələrinin peşəkar musiqi ifaçıları simpoziumu iştirakçılarını məhəbbətlə qarşıladı. Qonaqlar arasında Respublikamızın nümayəndələri də vardı. Onu da deyək ki, simpoziumda dünyanın bir çox məşhur musiqi şünasları və ifaçıları iştirak edirdi. Tamaşaçılar Respublikamızın xalq artisti Tarzən Bəhrəm Mansurovun rəhbərliyi ilə muğamlarımızı məharətlə ifa edən musiqi üçlüyünü alqışlarla qarşıladılar. Bəhrəm Mansurovun ifasında səslənən Mahur Hindi muğamı ürəklərə yol tapdı. Bəhrəm Mansurov Respublikamızda yeganə ifaçıdır ki, UNESCO xətti ilə muğamlardan ibarət valları kütləvi tirajla dünya miqyasına yayılıb. Beynəlxalq Musiqi Tədqiqatı və Sənədlər İnstitutunun direktoru Alain Daniyelov Bəhrəm Mansurovun ifaçılıq qabiliyyətini yüksək qiymətləndirib. Şirin barmaqları, vurğun ürəyi ilə Azərbaycan xalq muğamlarımızı öz tarında yaşadan Mahir Tarzən Bəhrəm Mansurovu hələ sənətin yeni uğurları gözləyir. Həqiqətən də Bəhrəm müəllimin ifası, onun tarının səsi bütün dünyada Azərbaycanın səsini əslində gür göstərirdi, səsləndirirdi. Tembir, o tarda olan tembir. Həqiqətən də o... Və deyib ki, bu Səmərqənd simpoziumu o zaman 80-ci illərdə, 70-ci illərdə bütün dünyada rezonans verən, səs salan bir tədbir idi. Böyük bir miqyaslı musiqi məclisi idi və bayaq Ağsəlim müəllim dedi, Bəhrəm Mansurov da o simpozium, Səmərqənd simpoziumun hardasa yaraşığı idi, gözü idi. Və Bəhrəm Mansurov həmişə ora yeni ifaçılarla çıxış eləyirmiş. Cənəli Əkbərovla, Alim Qasımovla. Bugün bizim verilişimizdə Alim Qasımovla Bəhrəm müəllimin ifa etdikləri Sibai Şəms vardır. Onu dinləyək.
Verilişimizə telefon zəngi vardır. Alo, buyurun, eşidirik. Alo. Bəli, buyuruz. Sərdar müəllim, salam aleyküm. Aleyküm salam, Elxan. Mən səni də salamlayıram, Vamit müəllimi də salamlayıram, Rafiq müəllimi də salamlayıram. Aleyküm salam. Necə deyərlər, verilişə əvvəldən baxdın mən, Sərdar. Yəni, sənin həyəcanlığını mən gördüm. Yəni, başa düşüləndir sənin o həyəcanı. Mən deyərdim ki, sizin üçünüz də Mansurovla ailəsinin bir üzvüsünüz. Çox sağ ol. Özdə, deməli, mən bir şey burada qeyd eləmək istəyərdim ki, bu Bəhram Mansurovun yaradıcılığı ümumiyyətlə elə bir yaradıcılıqdır ki, yəni onun hər bir hansı ki, məsələn, o məqamları var, istəyir solo çalğısı, istəyir opera çalğısı və ya trio çalğısı və ya onun həyatı. Yəni, bunların hamısına ayrıca bir veriliş, elə söz, yəni, o da çatmaz. Yəni, həqiqətən də bayaqlar özün də vurğuladın ki, həqiqətən də, məsələn, bu Bəhramın yaradıcılığı o qədər genişdir ki, saat yarım da, məsələn, buna sığmır. Özdə ümumiyyətlə deyim ki, Bəhram Mansurov yazıqından danışanda Minəvvər xanım, onun həyat yoldaşı, onun barəsində də məsələn qeyd eləmək lazımdır. Çünki bayaqlar Arif müəllim də danışdı, adını çəkdi. Çünki Bəhramın, necə deyirlər, bütün yaradıcılığı əsasən gələ götürəndə Minəvvər xanımın onun yaradıcılığında çox böyük bir rolu var. Düzdür. Mən sizin vaxtınızı almayacağım. Mən ən əvvəl bizim hörmətli prezidentimiz İlham Əliyev cənablarına öz ailəmiz tərəfindən təşəkkür etmək istəyirəm ki, yəni ki, bu 100 illik barədə o sərəncam ki verdi, bu bir daha göstərir ki, yəni bizim muğamımıza, bizim sənətimizə olan bu qiymət heç vaxtı kənarda qalmır. Ondan da başqa mən Azərbaycan televiziyasının rəhbərliyinə, musiqi redaksiyasının rəhbərliyinə, hörmətli redaktora, rejissorumuza, operatorlara, ümumiyyətlə kimlər var orada hamına mən təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bu verilişi elədiniz. Yəni, sizə uğurlar, verilişlər də ki, uzun ömür. Çox sağ olun, Elxan müəllim. Verilişimiz sona yaxınlaşmaq üzrədir. Mən düşünürəm ki, Bəhram müəllimin öz səsini eşitmək yerinə düşərdi. İkinci simpoziumda da gene biz birinci yerde dayandık. Çünkü ben orada çok adamla tanıştım simpoziumda. Musiqiçilerle. Onlarla görüşmüştüm. Onlarla söhbətimdə həmişə deyirdim ki, Azərbaycan xalqının muğam musiqisi şərqdə birinci yerdedir. Bundan yüksək muğam yoxdur. Çünkü bizlərdə dəstgah oxunur filanlı. Buna göre de biz bu sefer Canəli Əkbərov, bir də Alim Qasımov da aparmışam ritmik muğamları da göstərməyə. 2 profesional oxuyanından başqa bu 4 nəfər məktəb tələbələrini aparmışdıq. Hamı müvəffəqiyyətlə keçdi. Amma bu uşaqların oxumağı çox böyük təsir buraxdı. O gələn musiqiçilər bəziləri gözləri yaşarırdı. Hətta mənim özüm də orada bir Qaçaq Nəbini oxuyan oğlan var, Xanı yadıma saldı. Xan həmişə onu başlayanda fermata ilə başlayırdı, uzadırdı sesi. Bu oğlan da o cürə başlandı, gördüm Xan gəldi diyanın gözümün qabağında. O qədər əl çaldılar uşağa ki, hədsiz. Bunun da biz sübut elədik ki, Azərbaycan xalqının muğamı bütün şərq ölkələrində hamından yüksəkdir. Nəyə görə? Azərbaycanın uşaqları da, körpələri də muğamla böyüyüb. Xamırları muğamla yoğurulub. Ümumiyyətlə, Bəhram müəllimin öz sözünə qüvvət verərək onun haqqında demək olar ki, sanki o bir əskər kimi Azərbaycan muğamının keşiyində durdu. Onun saflığı uğrunda, təmizliyi uğrunda mübarizə apardı və bu mübarizədə qalib gəldi. Çünki Bəhram Mansurovun bugün kiçicik veriliş, həqiqətən bu verilişi çox kiçik hesab eləmək olar. Nümunə oldu ki, Bəhram müəllimin yaradıcılığı çox böyükdür və onun yaradıcılığının hər qolu haqqında saatlarla və günlərlə danışmaq olar. Lakin bizim verilişimiz çox təəssüf ki, müəyyən qədərdir və o da tamamlanmaq üzrədir.
Əziz tamaşaçılar, əziz dinləyicilər, bizim musiqi xəzinəsinin bugünkü verilişi də sona yetir. Bir daha yada salıram ki, bugünkü veriliş unudulmaz sənətkar Azərbaycanın xalq artisti, böyük tarixçimiz Bəhram Mansurovun yaradıcılığına həsr olunmuşdur. Verilişimizdə iştirak edən sənətşünaslıq doktoru Rafiq İmraniyə, əməkdar artist Vamiq Məmmədəliyevə təşəkkür edirəm və sizinlə də xudafisləşirik. Sağ olun, sağlıqla qalın, gələn görüşlərə qədər.